Azərbaycanda pensiya sistemində dəyişikliklə bağlı yeni təklif gündəmdədir. Müzakirələrə əsasən vətəndaşlara pensiya kapitalının bir hissəsini vaxtından əvvəl almaq imkanı yaradıla bilər. Deputatların təklifinə görə yığılan pensiya kapitalının müəyyən faizi əvvəlcədən vətəndaşa və ya xüsusi hallarda ailə üzvlərinə ödənilə bilər. Bu mexanizm xüsusilə ağır və riskli sahələrdə çalışan şəxslər üçün aktual hesab olunur. İqtisadçılar isə bildirirlər ki, bunun üçün özəl pensiya fondlarının yaradılması vacibdir. Vətəndaş maaşının bir hissəsini könüllü şəkildə fonda yatıraraq müəyyən müddətdən sonra həmin vəsaitin bir qismini götürə bilər. Bu, həm pensiya sisteminə əlavə yük yaratmaz, həm də insanlara daha çevik maliyyə imkanı verər. Hazırda qüvvədə olan qaydalara görə pensiya kapitalı 1444 aya bölünərək aylıq ödəniş hesablanır. Yeni dəyişikliklər qəbul olunarsa, vətəndaşların öz vəsaitinə daha tez çıxışı mümkün ola bilər. Siz pensiyanı vaxtından əvvəl almaq imkanını dəstəkləyirsinizmi? Sosial və iqtisadi yeniliklərdən xəbərdar olmaq üçün abunə olun.